Salam, bugün mən sizə Güvən nəşriyyatı 2024-cü il Güvən nəşriyyatında səhifə 296-dan demək başlayaraq buradan dil qrupları, dil ailələri, xalqlar haqqında, yəni dünya əhalisinin demək irqi, dini, milli tərkibi haqqında məlumat verim. Bugünkü dərsimizdə digər video dərsləri YouTube-a yükləmişəm. Kanalıma abunə olub həmən video dərslərə baxa bilərsiniz. Birinci isə, ikinci isə. Demək, biz növbəti video dərsə baxaq. Dünya əhalisinin xarici görüşünə görə 4 irqə bölünür. Avropoid irqi, Mongoloid, Negroid, Avstraloid irqi. Avropoid irqi Şimali Avropa, Şimal Baltik dəniz sahilləri, Orta Avropa, demək burada Şərqi Avropa, Ukrayna, Rusiya, Şimali Amerika, Avstraliya, Yeni Zelandiya, Carın Kap vilayəti və demək Cənubi Avropa, Şimali Afrika, Cənub-Qərbi Asiya, Pakistan, Şimali Hindistan, Cənubi Amerikanın Atlantik okean sahilləri qollarına bölünür. Dil ailələrinə baxaq. Dil ailələri ən böyüyü demək 11 dil qrupunu 150-dən çox xalqı və 2,7 milyarddan artıq insanı birləşdirən Hind-Avropa dil ailəsi və Çin-Tibet dil ailəsi təqribən 1,4 milyard, Afro-Asiya, Sami-Hamid dillərində 370 milyondan artıq və insan danışır. Digərlər arasında ən çox sayıları Altay, Niger, Kordofan, hərəsi 300 milyona yaxın və demək Avstraneziya 230 milyon, Dravid 180 milyon nəfərdən artıq insanlar bu dil qruplarında danışırlar. Hind-Avropa dil ailəsinə biz qeyd etdik Slavyan dil qrupları, German, Roman, Kelt, Baltik, İran, Hind-Ari, Alban, Yunan, Erməni demək dil qrupları daxildir. Xalqlar qeyd etdik, Slavan dil qrupu haqqında məlumat verdik. Digər iki video dərsdə bu xalqlar haqqında daha ətraflı məlumat verdik. Onların milli demək adət-ənənə, geyimləri haqqında orada daha aydın təsvir yaranmışdır. Bu video dərslərdə, digər video dərslərdə, bu video dərsdə isə German dil qrupu haqqında, yəni Almanlar, İngilislər, İsveçlilər və sair xalqlar haqqında məlumat verəcəyik. Növbəti xalqımız Alman xalqlarıdır, yəni Almanlardır. Almanlar Almaniyanın yerli əhalisi və ya sakinləri, bəzən daha geniş mənada isə Alman dilində danışan və ya ana dili kimi Alman dilində danışan insanlardır. Almaniya Konstitusiyası Almaniyada yaşayanları Almaniya vətəndaşları kimi müəyyən edir. Bugün Alman dili Alman kimliyinin əsas meyarı kimi qəbul edilir. Dünyadakı Almanların ümumi sayını təxminən 100 milyon 150 milyona qədərdir. Yəni 100 milyondan 150 milyona qədərdir və əksəriyyəti Almaniyada yaşayır. Xəritə ilə göstərək, burada Almanların yaşadığı göstərilmişdir. Hansı ərazilərdə daha çox yaşayır. Bu da Alman əhalisinin bölgüsü və hansı ölkələrdə neçə nəfər Almanlar yaşayır. Burada göstərilir. Almaniyada 75 milyon nəfər Alman yaşayır. Digər ölkələrdə burada aydın göstərilir. Namibiya, Boliviya, Ekvador, Rumıniya və s. Dillər Alman dili, yüksək Alman dili, yuxarı Alman dili, orta Alman dili, aşağı Alman dili, Alman ləhcələrinə baxın burada qeyd olunur. Din protestant, demək Lüteran, Roma katolik və dinsizlər yəni yerə bölünür. Tarixi haqqında buradan qeyd olunur. Alman etnik kimliyi Reyn çayının şərqində məskunlaşan German xalqları tərəfindən German dillərinin mənimsənilməsi ilə formalaşmışdır. Saksonlar, Frizlər, Turinglilər, Franklar, Almanlar, Bavariyalılar bu geniş Alman kimliyinin əsasını təşkil edir. Və burada orta əsrlərdə demək Roma, Qərbi Roma imperiyasının süqutundan sonra müxtəlif krallıqlar, knyazlıqlar yarandı
ümumiyyətlə Frank krallıqları altında tarixdə öz yerini tutdular və s. Burada daha ətraflı məlumatlar var. Və bir də almanların milli geyimləri burada daha aydın qeyd olunmuşdur, göstərilmişdir. İngilislər İngiltərənin əhalisinin əsasını təşkil edən yerli xalq orta əsrlərdə Böyük Britaniya adalarında Anqllar, Sakslar, Frizlər, Yutlar, qədim German tayfaları və həmçinin onlar tərəfindən adaların assimilyasiya edilmiş Kelt əhalisindən yaranıb. Hal-hazırda özünü İngilis hesab edən 50 milyon nəfər var. İngilis əhalisi 110 milyon nəfər var və onlar əsasən Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Yeni Zelandiya və Carda yaşayırlar. Böyük Britaniyada özünü İngilis hesab edən 44,7 milyon əhalisi onun əsas əhalisidir. Digərləri Kanada, Amerika, Avstraliya, Yeni Zelandiya, Car, Hindistan və digər ölkələrdə yaşayırlar. Dilləri İngilis dilinin Britaniya variantı, onun dialektləri olan Şərq, Şimali, Cənub və Qərb Kent dialektləridir. Yazıları Latın qrafikası əsasındadır. Və burada demək milli geyimləri göstərilmişdir. Bunlar milli geyimləridir. Britaniya xalqının milli geyimləri. Ənənəvi İngilis geyimləridir. Norveçlilər Norveçdə yaşayan etnik qrup və millətdir. Əhalinin böyük əksəriyyətini təşkil edir. Onlar ortaq mədəniyyətə malikdirlər və Norveç dilində danışırlar. Norveçlilər 9-cu əsrdə vahid Norveç krallığını quran erkən orta əsrlərin Norveç xalqlarından törəyiblər. Vikinglər dövründə Norveçlilər və digər Norveç xalqları Britaniya adalarının, Farer adalarını, İslandiyanı və Qrenlandiyanın bəzi hissələrini fəth etmiş, məskunlaşmış və idarə etmişlər. Və Norveçlilərin digər nəsilləri, məsələn, Danimarkalılar, İsveçlilər, İslandiyalılar, Farer adaları sakinləri ilə, eləcə də xüsusilə şimali adalarda, Orkney, Şotland adalarında əhəmiyyətli dərəcədə məskunlaşdıqları və uzun müddətli təsir buraxdıqları Şotlandlar kimi qruplara sıx qohumdurlar. Burada Norveçlilərin yayıldığı dünya miqyasında yayılması daha aydın göstərilmişdir xəritədə və ümumi sayları təqribi 10 milyon nəfərdir. Digər ölkələrdə Norveçlilərin sayları qeyd olunmuşdur. Burada daha aydın göstərilmişdir.
Dilləri Norveç dilidir. Dinləri Lüteranlıq, Norveç kilsəsi, tarixi Norveç, bütpərəstliyi və katolik xristianlığı. Və burada Utah ştatındakı demək Norveçlilər burada da aydın göstərilmişdir. Milli geyimlərdə gülərüz, mehriban xalqdır. Danimarkalılar demək əhalinin əksəriyyətini təşkil edən Alman mənşəli bir etnik qrupdur. Burada əhəmiyyətli əhalisinin olduğu bölgələr qeyd olunmuşdur. Xəritədə daha aydın göstərilir Danimarkalıların və ölkələr üzrə sayları göstərilir. Dilləri Danimarka dili, dini Lüteranlıqdır. Danimarkada 5 milyon Danimarkalı yaşayır. Və milli geyimləri burada qeyd olunur. Qeyd edək ki, İsveçlilər və Norveçlilər kimi Danimarkalılar da German xalqıdır. Onların mənşəyi Skandinav və Danimark adalarında yaşayan şimali Alman qəbiləsi olan Danimarkalılara gedib çıxır. Danimarkalıların danışdığı Danimarka dili də German dil ailəsinə aiddir. İslandlar əsasən İslandiyada yaşayan millət. İslandların ümumi sayı 457 min nəfərdir. Təxminən 300 mini İslandiyada, 89 mini Kanadada, 50 mini ABŞ-da və 15 mini Danimarkada, 3700 nəfər isə Norveçdə yaşayır.
İsland dilində danışırlar. Dini baxımından İslandlar protestantlardırlar, yəni Luteran. Buna baxmayaraq ənənəvi inancları qoruyub saxlayıblar. Və burada məşhur İslandlar haqqında yəni şəkilləri göstərilmişdir. Və ümumi sayları 457 min nəfərdir. Müxtəlif ölkələrdəki sayları qeyd olunmuşdur. Dilləri İsland dili, dini protestantlıqdır. Qohum xalqlar Qrenlandiyalılardır. Ənənəvi geyimlərdir. Hollandlar veya Niderlandlılar, German dilli xalq və millət, demək Niderland krallığının əsas əhalisi. Məşhurları haqqında qeyd olunur, adları qeyd olunur. Ümumi əhalisinin sayı 16-25 milyon nəfərdir. Yaşadığı ərazilər və oralardakı sayı, yəni Niderlandda 13 milyon nəfərdən çoxdur və sair digər ölkələrdə var. Norveçlilər, daha doğrusu Hollandlılar. Dilləri Niderland dilidir. Dini demək Məsihlik, əsasən protestant və ya az sayda Roman katolik Məsihlilik dilidir. Və qohum xalqlar, flamandlar, almanlar, ingilislərdir. Flamandlar demək burada qeyd olunur. Flamandlar və ya fələmənglər Belçikanın şimalında yaşayan xalq. Burada Belçika ərazisində yerləşən Flamand ərazisidir, göstərir. Sayları 6 milyon 550 min nəfərdir
Belçikada, Fransada, Amerika Birləşmiş Ştatlarında yaşayırlar. Qohum dilləri, qohum xalqlar Hollandlar, dili Holland dilidir. Burada Flamand bölgəsi göstərilmişdir. Paytaxt Brüssel. Sayları göstərilmişdir. Adları qeyd olunur və ümumiyyətlə flamandlar haqqında daha ətraflı burada qeyd olunur. Belçikanın şimal, Holland dili bölgəsi olan Flandriyada anadan olan Alman etnik qrupudur və Belçika əhalisinin təxminən 60%-ni 6,5 milyon nəfəri təşkil edən bu xalq cənubdakı Vallon, fransız dilli həmkarlarından əsasən fərqli dillərinə, yəni Flamand, Holland dilinə, demək tarixlərinə və ya mədəni ənənələrə əsaslanaraq fərqli bir kimliyə məxsusdur. Və müxtəlif yerli ləhcələri və gündəlik həyatda istifadə olunan standartlaşdırılmış Tussental, yəni ara dil daxil olmaqla Flamand, Holland dildə danışırlar. Burada ənənəvi olaraq flamandların təxminən 75%-i burada Roma katolikləridir. Baxmayaraq ki, müasir Flandriya dünyəvi, agnostik və ya ateist fərdlərin dinidir. Yəni insanlar bu dinlərə qulluq edir. Ənənəvi olaraq flamandların təxminən, bax burada daha aydın, ateist fərdlərin yüksək faizi vardır, burada qeyd olunur. İncə sənətləri haqqında burada qeyd olunmuşdur. Mətbəxlərə qeyd olunur və s. Sosial adətləri qeyd olunur. Dilləri Holland dilidir. Şərqi Flamand, Qərbi Flamand, Brabant və Limburg Flamand işarət dili. Din əsasən və tarixən Roma katolikliyi, protestant azlığı və getdikcə dinsizləşir. Əlaqəli etnik qruplar Hollandlar, Vallonlar, Afrikanerlər, Vilamovlar, Almanlar, İngilislərdir.